Hər kəsə salam qızlar, kanalıma hamınız xoş gəlmisiniz. Sentyabr ayında havalar biraz yaxşı olarkən dedim ki, hadi biraz həyətə çıxardım. Sonra gəldim evə. Və evdə ən sevdiyim meyvə olan karalyok var idi. Özdə bərk halda çox sevirəm. Sadəcə dişimi düzəltdirirəm deyə belə yeyə bilmirəm. Dəyərləndirib meyvə qurusu eləmək istəyirəm. Bu formada elə ki, bir dənə alma, 3-4 dənə xorma elədim. Çünki baxmaq istəyirəm ki, görüm necə çıxır, dadı necə alınır. Bunu da airfryerdə qurudacağam. Həm də baxmaq istəyirəm, görüm necə qurudur. Onun öz proqramı var və mən onunla qurutmaq istəyirəm. Ona görə də təxmini belə bir şey elədim. Qalınlığı da təxmini belə, bu indi biraz nazik olub, amma çox da belə nazik doğramadım ki, cips kimi çox qupquru olmasın. Almaların da ortasını kəsdim bu formada. Alma qurusu o qədər də sevmirəm, prosta evdə var idi, onu da əlavə elədim. Meyvə qurularından tutu, ənciri çox sevirəm. İndi əncirdə eləyəcəm, amma birinci bunları yoxlayayım sonra. Deməli qızlar, mən bunu qurutdum. Belə bir şey oldu. Heç bir fikrim yoxdur ki, əslində bu qurudanda necə deyirlər, yumşaq olmamalıdır da. Düzdür, bu hələ də yumşaqdır, bu nədəndir ki, amma çox balaca, çox xırdalaşıb, çox şirin görünürlər. Bunlar xurmadır, bu da alma. Əgər məlumatı olan varsa mənə yazsın. Yəni bu qədər qurutma yetərlidir. Əslində qəşəng görünür, baxın. Yəqin ki, quruyublar. Mən burada elə airfryerin özündə, məsələn görürsünüz, meyvə qurutmaq 2 saat 50 dərəcə. Burası 50 dərəcəmi 65 dərəcə elədim. 50 dərəcədə yaxşı qurumamışdım. 65 dərəcəyə qoyanda belə qurudu və balacalaşdı. Onu da az açıq qoyaq belə. Əgər meyvə qurutmusunuzsa, bu haqda bilginiz varsa, aşağıda mənə də məlumatlandırarsınız, zəhmət olmasa. Airfryerdən çıxardandan sonra qızlar içi biraz yumşaq qalmışdı. Ona görə ayrıca yenə belə qaba qoydum. Dedim biraz da havada qurusun. Bilməm siz eləmisinizmi, yox və yaxud da necə qurudursunuzsa yorumlarda mənə yazın. Çünki mən meyvə qurularını çayını içməyi çox sevirəm. Mənə fikirlərinizi bildirsəniz çox sevinərəm. Səhərsi günü oldu. Çox işim yox idi. Evdə standart gün keçirdim və Adeli həkimə apardıq. Evə gələndən sonra isə ürəyimizə dəhşət düşmüşdü çiğ köftə. Səbu ilə tez tarifini ChatGPT-dən götürüb belə bir dənə qəşəng çiğ köftə elədik. Sonra isə mənim komitədə biraz işlərim var idi. 1-2 dənə onlayn evdən gördüyüm işim var. Əvvəlki işimdən qalıb. Onları görürəm ödəniş qarşılığında təbii ki də. Bu da mənim üçün əslində faydalıdır. Çünki bir türlü Azərbaycanda mən onlayn bir iş tapa bilmədim evdən işləməyə. Bu arada bu şamı mənə müsahilə almışdı Maldivdə aeroportdan. Onlar adaya getmişdilər. Mənə deyir ki, bu hədiyyə çox kiçikdir, amma o başa düşmür ki, onu düşünməyi belə mənim üçün çox özəldir və mən belə hədiyyələri çox sevirəm. İndi isə qızlar, xurmanı belə yeyə bilməsəm də, amma meyvə qurusu halında yeyəcəm. Qurdumu öldürəcəm. Bir tərəfdən çayımı da süzdüm. Bir də bilirsiniz hansı diziyə başlamışam? Muhteşəm Yüzyıla. Mən fikir verdim ki, hər kəs Muhteşəm Yüzyıldan danışır, amma mən bir dəfə də olsun açıb baxmamışam. Neysə, indi gəlin Temuda bağlamam var, onu birlikdə açaq. Bu bağlamam sırf Səbuya aid. İçində bir dənə deyəsən mətbəxə aid bir şey var. Neysə, Səbuyaya paltar vurduq. Mən də birinci çəkməyəcəkdim. Sonra düşündüm ki, bəlkə aranızda yoldaşına, qardaşına və yaxud da dostuna almaq istəyənlər olar deyə, fikir olsun deyə dedim göstərim. Belə bir kurtka aldıq. Bu kurtkanın qiyməti Temuda 35 manat idi. Endirimə düşəndə bəzən 30-a düşürdü. Yenə sağ olsun Temu mənə endirim verərək bu kurtkanı 11 manata düşürdü və çox gözəl gəlib. Tam payızlıqdır. Biz bir də qış üçün də bəlkə vurduq mənim üçün. Onu da sizə göstərərəm. Amma bu sırf payızlıqdır. Ön hissəsində 2 cibi, bir də yuxarı sinə hissəsində də əlavətən cibləri, iç hissələrində də cibləri var. Materialı, tikişi, hər şeyi çox gözəldir, çox bəyəndik. Burada da bu kurtkalardan satılır, amma təbii ki də 11 manata yox. Ona görə də biz çox bəyəndik. Bu arada göstərəcəyim paltarların kodlarını aşağıda açıqlama qismində qeyd edəcəm. Oradan istədiyinizi götürə bilərsiniz. Sonra təbii ki qış ayları gəldiyi üçün 3 dənə mayka almışıq. 3 dənə niyə deyirəm? Set halında aldıq. Təbii ki də bunu çox halda da almaq olar. Amma biz belə az götürdük. Həm də dedik ki, baxaq görək materialı necə gəlir. Qiymət də çox uyğundur. Hər birinin qiymətini ekranda görəcəksiniz. Mən bura qeyd edəcəm baxıb. Aldığım endirimli qiyməti təbii ki də. Siz də əgər qiymət dəyişmiş olsa endirimi gözləyin, elə alın. Bu arada razmerlərini də deyim. Bu maykanın razmeri M-dir.
Bir də sizə onu deyim ki, paltarlarda vuranda neyinin? Çinlilərlə bizdəki razmerlər eyni uyğun deyil. Ona görə də siz orada bədən kılavuzu var. Sırf bədəninizin, çiyin hissənizin, qarnınızın, sinəvinizin ölçülərini ölçüb o formada sifarişinizi vurun. Biz də elə elədik. Ona görə də bütün paltarlar Səboyunun tam əyninə gəlmişdi. Bu isə bir dənə də kofta aldıq. Düzdür, tişört mövsümü gedir, amma belə kurtkaların altından rahat geyinə bilirsə bu işdə də. Belə bir tişört. Bu arada çox gözəldir, çox bəyənirəm. Hər rəngdə tişörtlər var deyə biz bej rəngdə götürdük və arxasındakı maşın detal fərqli formada da yəni maşınları var, markaları var. Orada seçmə edə bilərsiniz. Qiyməti 8 manat idi bunun. Adel də çox bəyəndi. Razmeri isə M idi yenə də. Amma onların ölçülərindən fərqli gəlir. Siz mütləq baxın. Öz ölçünüzə uyğun alın. Və bir dənə də belə bir sifarişim var. Bunları mən stəkan altlığı olaraq aldım. Çox gözəldir, bəyəndim. Mən bunların sırf bir dənə də yemək tabaq boşqab altlığı olaraq almaq istəyirəm. Baxın, boyutu belə əlim boydadır. Həm də çox uyğun idi. 4 dənəsini 4 manata aldım. Yəni biri 1 manata düşür. Və gəlin, ürəyim dözmədi. Bu kurtkanı sizə bir də Səboyun əynində zor bəla Səboyunu ikna edib çəkirəm. Sırf sizlər üçün, canlarım mənim. Deməli, baxın, kurtka çox gözəldir. Bax, dediyim ön hissəsindəki cibi budur. Ümumiyyətlə, çox cibli olmağını çox sevirəm mən nədənsə kurtkaların. Və belədir. Qəşəng görünür. Tam əyninədir. Sırf bədən, çiyin və qarın hissələrini ölçüb mən bədən ölçüsünü elə verdim. Ona görə də düppədüz gəldi. Yəni, oradakı razmerlərə aldanıb öz razmerinizi seçməyin. Çox işim olanda və dinlənmişəm. Düşündüm ki, bir də duş almayım. Heç vaxtım da yoxdur, çünki Adelə baxan yoxdur. Ona görə də belə qrup şampuan almışdım Batistanın. Çox gözəldir, çox bəyənirəm. Elə bil ki, indi hamamdan çıxmışsınız kimi effekt verir. Başlayıram makyaj eləməyə. Gedəcəyik Vüsalə gilə. Evdə təkliyi və çağırıb ki, gəl biraz oturaq, söhbətləşək. Mənim üçün də bir dəyişiklik olar. Yaxşı ki, evlənim. Çünki mən başqa yerə getmirdim. İndi həmişə bizim evdə görüşürdük. İndi isə adreslərimiz dəyişib deyə bir-birimizə gedib görüşürük. Birinci Tanani'də istifadə elədim. Daha doğrusu BB krem olaraq Mişanın BB kremi istifadə elədim. İçində SPF-i var. Çox gözəl nəmləndirir. Üzə tam oturur. Qaymaq kimi qalır. Yəni hər cəhətdən məni tatmin etdiyi üçün mənim əlim gündəlik makyajda ona gedir. Konsilerdə göstərdim. Hər zaman kimi L'Oreal istifadə elədim. Bronzerda NYX istifadə elədim. Çox gözəldir. Hər birini də çox bəyənirəm. Və Trendyoldan yeni aldığım qiyməti 8 manata olan Golden Rose'un bu ənliyini aldım. Rəngi o qədər şirindir ki və dağıdanda da çox gözəl bir görüntü verir. Mən çox bəyənirəm. Siz necə fikirlərinizi yazarsınız mənə. Bir də bir neçə ənlik var. Onları da qısa short halında çəkmək istəyirəm sizlər üçün. Tuj olaraq isə əlimdə Eveline qalıb. Bu da artıq bitir. Pasteli də yadınızdadırsa, Trendyol sifarişlərimdə sizə göstərmişdim. Çox bəyənirəm. İçi qətiyyən simli deyil. Üzdə sanki üzün öz parıltısı kimi effekt verir. Ona görə də bunu çox bəyənirəm. Baxın, demək istədiyim görüntü budur. Məncə möhtəşəmdir. Deməli qızlar, arxadan da Niloyanın səsi eşliyində Trendyoldan bir dənə belə karandaş almışam. Göz içi karandaşdır, bej rəngdə, Like It markasındandır. Deyilənə görə silinmir. Bilmirəm, baxmısınız yox. Instagramda paylaşmışdım bu karandaşı. İndi istəyirəm ki, gözümün içinə çəkim və gün ərzində baxaq görək. Qalır, yoxsa silinir. Vüsalə girdə olacam və Vüsalə girdə olanda da sizə güncəlləmə eləyərəm ki, görək silinir, yoxsa yox, yaxşı karandaşdırmı, yoxsa. İndi gözümün içinə bunu çəkəcəm. Deməli, göz içimə çəkdim. İndi gün ərzində sizi bilgiləndirəcəm. Dodağımda istifadə edirəm Lux Visage-ın 53 nömrəli karandaşını. Üstündən isə pastelin dodaq boyasını keçəcəm. Məndəki nömrəsi də 27-dir. Belə azca vururam. Bu çünki rəngi çox açıqdır. Fırça ilə də onu dağıdıram. Belə bir fırça götürürəm, sıx uclu. Ondan. Rəngin gözəlliyinə baxın. Makyajımla da çox yaraşdı. Bu qədər. İndi saçımı da açım. Necə bir şey edəcəyik. Əsası yadımdan çıxırdı. Son anda gördüm. Alex Eve'nin yeni bir makyaj sabitləyici spreyini almışam. Mən çox bəyəndim. Makyajı olduğu kimi saxlayır. Onsa gün ərzində makyajımı görəcəksiniz necə qalır. Çox bəyəndim. Qiyməti 18 manatda, amma indirimdə 13 manata düşür. Trendyolda satışı var. Oradan baxa bilərsiniz.
Biz çıxdıq yola. Taksini Adel sevmir. Ona görə çalışıram ki, bir yerə gedəndə Adelin yuxu vaxtı ilə taksiyə minmə momentini tutdurum. Başqa necə izah edeyim bilmədim. Yəni ki, yatsın və ağlamasın, nə o narahat olsun, nə də mən. Müsalə nənəsində restoran qabağında görüşəcəkdik, onlara yaxın olan bir restoran qabağında. Amma sonra gördüm ki, Adel durub, tərlidir, yuxudan oyanmışdı. Dedim ki, qoy gəlsin. Mən girim bloka, oraya gəlsin də Adel çöldə gözləməsin. Burada isə qarşılaşdılar. Kimsə sağlıqsın içəri. Bu nə kaleskan həyatım? Mən də cəzirəm. Kalaşı, bu mu kaleska? Hə, hanı kaleska? Sən də şah ver, mən adı şah cavabı. Kalaşı, həyatım. Sən hara gəlmisən? Hara gəlmisən? Bu arada bunu yadınızda Trendyoldan almışdım. Sizə göstərmişdim. Adışın ad gününə geyinməyi nəzərdə tuturdum, amma geyinə bilmədim. Ay canım. Gəl. Bax, gör kim gəldi, bax. Kim gəldi? Ha, elə odur. Əynimdə demişdi. O vaxt da geyinib sizə göstərmişdim, amma belə də göstərim uzunluğunu. O çox verilən sual, neçə kilosan? Onu da ölçək. Ay, burada fikir verirəm ki, corablarımı tərs giyinmişəm. Tərs yox, daha doğrusu səhv, takiş giyinmişəm. Deməli qızlar, Müsü bizə... Ay, mən üzümü seçirsən. Sən satımıza bunu. Deməli qızlar, Müsü bizə çiğ köftə eləyir. Dünənlər mən ona şəkkini atdım, dayanamadı. Dedi, gəl bana da hazır, amma özüm eləməyəcəm. Dedim, bunu səyiləm, mən yiyim. Ona görə də indi Müsü hazırlayacaq. Tarifi də ChatGPT-dən götürmüşüm bu arada istəyənlər üçün. Oradan baxa bilərlər. Həyat kurtarır. Evet, 2 stəkan bulgur götürürük. Onu biz üyüdürük. Yəni bizim başımız söhbətə o qədər qarışıb ki, mən burada tarifin baş hissəsini vermişəm, axırını verməmişəm. Nəysə ki, qızlar ChatGPT-yə yazın. Məndən yemək tarifi verən falan olmasın. Üstünə çıxana qədər, hə? Okeydir. Deməli qızlar, keçən dəfə Vüsalə gələndə ev hədiyyəsi olaraq bu saatı almışdım. Çəkməyi unutmuşam. Evdə çəkəcəkdim ki, nə almışam, onu da unutmuşam. Neysə, baxın, belə çiğ köftə hazırladıq. Çox da gözəl alındı dadı. Nə qədər istəsəz acılığını artıra bilərsiniz. Bu o qədər acı idi ki, gözümüzdən yaş gəlirdi. Gəldim, çıxdım evə qızlar. Bizim başımız qarışıb söhbətə. Heç istəmədim də kameranı açım. Çünki biraz söhbət eləmək istədik. Heç nə eləmədik. Çay falan içib söhbət elədik. Mən də evə gəldim. Və kompüterdə yenə işim var idi. Onu davam eləməli idim. Saat da düşünün ki, saat 2-dir. Burada bilsiz nəyə göstərirəm? Sözümü də kəsirəm. Göz içimə vurdum. Qələm heç də qəşəng bir qələm deyilmiş. Yəni gedib, qalmayıb. Və bunu da mən çəkmişəm qızlar. Bilmirəm aranızda bilənlər var yoxsa yox. Məni yaxından tanıyanlar bilir ki, mən yağlı boya, ümumiyyətlə rəsmlə məşğul oluram. Rəsm çəkməyi çox sevirəm. Bir sürədir ara vermişəm, amma geri dönmək istəyirəm. Hətta bir neçə dənə planım var. Onu da bəlkə sizinlə paylaşacağam təbii ki də, amma yəni hədiyyə olaraq da onu da paylaşacağam sizlə. Nəysə. Baxın, bunu mən çəkmişdim. Özdə kursa getmişdim. Müəllim mənə demişdi ki, bir dənə rəsm çək, baxaq görək qabiliyyətin necədir. Ondan sonra davam eləyək. Bunu orada çəkmişdim. Sonra mən belə meyvə, naturmort deyilir, səhv eləmirəmsə bunu istəmişdim məndən müəllim. Belə bir şey çəkmişdim. Əlimdə olan yəni bunlardır. Hal-hazırda qalanları anamın yanında qaldı evdə. Bunları isə gətirmişdim, çox bəyənirəm deyə. Siz də fikirlərinizi yazarsınız aşağıda necədir deyə. Bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Başqa videolarda görüşənədək abunə olmağı unutmayın.